Sumqayıtda şəhidlərin əziz xatirəsinə həsr edilən Aygün Hacıyevanın müəllifi olduğu Cənnət Mələkləri kitabının təqdimat mərasimi keçirilib. Qartal tikinti firmasının rəhbəri Şahin Məmmədovun maliyyə dəstəyi ilə ərsəyə gələn kitabın oxuculara təqdim olunması məqsədi ilə Sumqayıt Muğam Mərkəzində tədbir təşkil edilib. Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin rəsmiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib. Tədbirdə ilk olaraq Azərbaycanın milli qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova çıxış edib. O, kitabın şəhid ailələri üçün böyük mənəvi dəyər daşıdığını bildirib. Səmayə Həşimova qeyd edib ki, vətən uğrunda canından keçən igidlərin həyat yolunun kitablaşdırılması, onların xatirəsinin yaşadılması baxımından olduqca vacibdir. O, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü çatdırıb. Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. Teymur Səmədov belə layihələrin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Tədbirdə çıxış edən Qartal tikinti firmasının direktoru Şahin Məmmədov isə şəhidlərin xatirəsinin yaşadılmasına hər zaman xüsusi önəm verdiyini bildirib. O qeyd edib ki, Cənnət Mələkləri kitabına dəstək vermək onun üçün sadəcə bir layihəyə yardım deyil, vətən uğrunda canından keçən qəhrəmanlara mənəvi borcun ifadəsidir. Təqdimat mərasimində çıxış edən natiqlər də kitabın əhəmiyyətindən bəhs edərək əsərin şəhidlərimizin həyat və döyüş yolunun öyrənilməsi baxımından mühüm mənbə olduğunu bildiriblər. Onlar müəllifin gördüyü işin yüksək qiymətə layiq olduğunu vurğulayıblar. Çıxış edənlər şəhidlərin qəhrəmanlıq yolundan, onların xalqımızın yaddaşında əbədi yaşayacaqlarından və bu cür əsərlərin gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynadığından danışıblar. Sonda kitabın müəllifi Aygün Hacıyeva çıxış edərək Cənnət Mələkləri kitabının hazırlanması prosesindən danışıb. Müəllif bildirib ki, kitab üzərində işləyərkən şəhid ailələri ilə görüşlər keçirib, onların xatirələrini dinləyib və qəhrəman oğullarımızın həyat yolunu mümkün qədər dolğun şəkildə oxuculara çatdırmağa çalışıb. Aygün Hacıyeva layihəyə dəstək göstərən Qartal tikinti firmasının rəhbəri Şahin Məmmədova, tədbirin təşkilində əməyi olanlara və kitabın ərsəyə gəlməsinə töhfə verən hər kəsə minnətdarlığını bildirib. Tədbir bədii hissə və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.